Sində dünyaya göz açıb. Həmən tarixdə də amma illər öncə 96-cı ildə də bizim şəhidimiz ikinci ailənin tək evladı Rüfət dünyaya göz açıb. Və o da bax bu cərgədədir. Çoxlarınız bilirsiniz. Anası da burada iştirak edir, atası da burada iştirak edir. Onlar da səbir və Allahdan səbir diləyirəm. İndi ola bilsin ki, buradan yekunlaşanda bir 5-10 dəqiqəlik də orada bir dua deyəcək, bir söz deyəcək. Ola bilməz ki, buradan çıxaq gedək, o belənçinə də qalsın. Mümkün olan məsələ deyil. Çünki bu uşaqların ikisinin də mövlududur bu günləri. Mən bunu deyim, bilsinlər. Sonra deyərlər ki, elan eləmədilər. Bundan bir neçə gün qabaq da ayın 9'da Sabir'in mövludu oldu. Allah ona da rəhmət eləsin. Ruslanın da mövludu olub. 14'de Ruslanın da. Buyurun Əliyan mənim. Əziz şəhid anam, əziz şəhid anam, mehriban qonaqlar. Bugün biz bura yığışmışıq. Əhmədov Abdullah Hacı Əhməd oğlunun əziz xatirəsini yad etmək üçün. Bütün şəhidlərin xatirəsi bizim üçün əzizdir. Çünki onlar bizim üçün zəfər günü yazdılar. Bugün biz aldığımız hər udum nəfəsə görə, başımız üzərində aydın səmaya görə, bütün Azərbaycan torpağına görə əziz şəhidlərimizə, qazilərimizə, veteranlarımıza, ümumi Azərbaycan ordusuna canımızla, qanımızla borcuyum. Qəzəllərimin birində yazmışdım ki, mən Əli yar, cəhd eləyənlər çalışıb yazsın əsər, Qarabağ torpağının 1000 kitab əfsanəsi var. İndi deyirəm ki, Qarabağ torpağının 1000 kitab əfsanəsi deyil, 1000 kitab həqiqəti var. Və bu həqiqətlər hamısı yazılmalıdır. Hər bir şəhid haqqında kitablar yazılmalı, məqalələr dərc olunmalı. Bütün Azərbaycan hər bir şəhidimizi tanımalıdır. Bu yolda Zülfar xanımın böyük zəhməti var. Hər bir şəhid haqqında olmasa da 44 günlük müharibə şəhidləri haqqında böyük bir kitab bağlayıb, hər bir şəhidə ayrıca şeir həsr edib. Mən bütün şəhid valideynləri qarşısında baş əyirəm. Onlara Allah'dan böyük səbir diləyirəm. Səbirli olun. Bu talih yazısıdır, qismət yazısıdır. Neçə min nəfər bu vətənin uğrunda ayağa qalxdı. Döyüşə atıldı. Kimi yaralandı, qəza keçirdi, qazi gəldi. Kimi Azərbaycan bayrağına bükülü gəldi. Kimi sağ-salamat qayıdıb gəldi. Yəni bu bir alın yazısıdır, talih yazısıdır. Allah hər birinizə səbir versin, gözüm versin. Şəhidlərimizə Allah rəhmət versin.